Salam herkese, mən Fəxri Əsədov və yeni videomuza xoş gəldiniz millət. Mazda ilə davam edirik. Arxa fonda abartı görürsünüz və bizim Mazdanı görürsünüz və Mazdada olan işləri bir yerə qədər gətirib daha sonrasını saxlamışdıq. Və niyə gözlədiyimizi, niyə bu qədər vaxt keçdiyini də sizə izah eləmək istəyirəm. Qapı kilitlidir, bizə saniyə. Qapımızı açaq. Buradan keçirik bagaja. Deməli, bagajımızda belə bir iri bağlamamız var. Bir dənə bilet almaq üçün 10 dənə saytı gəzirsən, ay görüm filan reys harda ucuzdur, harda daha sərfəlidir. Artıq bunlara ehtiyac yoxdur. Çünki hamısı bir yerdədir. Aviasales.az-da. Bunun üçün isə sadəcə aviasales.az-a daxil olmaq kifayət edir. Çünki Aviasales bilet satmır. Ən ucuz bileti tapır. Hansı ki bunların gəlməyini bir aya yaxındır, hardası təxminən 3 həftədir gözləyirdim. O müddətdə biz neynədik? Maşını gözlətdik, yatdı biraz. Qış gəlir, havalar soyulur, hardtopa keçdik, artıq hardtoplandı Miatamız. Sözüm onda yox. Çoxlu zapçastlar almışıq. Hansı ki, indi bu videomuzda bu zapçastların bir hissəsini həll eləmək, bir hissəsini quraşdırmaq istəyirik. Və bu müddət ərzində mən neynədim? Getdim Pərvizin yanına. Pərvizi çoxlarınız tanıyırsınız. Turbo Pərviz, 357 Pərviz, Drift Pərviz. Getdim Pərviz maşını sürdü, baxdı və eyni fikrə gəldi. Pərviz dedi, yəni bu maşın getmir. Bu maşın belə getməli deyil. Bəzi şeylər səndə çatışmır, bəzi şeylər düzgün deyil. Və daha bir ümid dolu Mazda videosu ilə, necə deyərlər, qarşınızdayım. Bagajdakı veşlər bilirəm, sizə də maraqlıdır. Ona görə də mən çıxıram yola, gedirəm üzü Pərvizə tərəf. Mən Pərvizin sexinə çatana kimi siz də həmin bu gələn pasilkaların unboxingini izləyin, görün nələr almışıq, nə eləmişik. Sonra da Pərvizin qarajında görüşək. Bəli, dağlı qarlar aşaraq, çox ellər dolaşaraq, bu boyda pasilkaları sumkama necəsə yığaraq gəldim, çıxdım evə. İndi unboxing time'dır və burada həm Mazda üçün, həm də BMW üçün bir neçə ehtiyat hissələri var. Yenə soruşacaqlar, abi hardan zakaz edirsən? İnternet deyə bir şey var, 2025-ci ildəyik. Google'a yaz, Kia Cerato 2003. Nəyin zapçası lazımsa tap, oradan al. Bu qədər sadə. Qaldı ki, bunların içində nə var deyə soruşursunuzsa, gəlin belə balacadan böyüyə gedək ya da BMW-dən Mazda'ya da gedə bilərik. Çünki Mazda'nın veşləri biraz çoxdur. Gəlin elə BMW-dən başlayaq. Mazda'nın veşlərini də qoyaq kənara hələ ki. Belə, bunlar belə. Bəli, bu bizim M4 CS-imizə aid olan bağlama olmalıdır, səhv etmirəmsə. Yəni, zənnim sağımız da maşallah ehtiyac yoxdur burada bıçağa, düzdür. Bəli, 2 dənə belə halqa kimi bir şeydir. Nəzərinizə çatdırım. Yəni, part number da buradadır, BMW Group. Sonra 4 dənə, yox, 4 dənə də deyil ha, heç. 3 dənə. Hə, yox, 4 dənə boltuymuş. Biri ayrı, biri ayrı. Nəysə. Və bu gördüyünüz exhaust gasket, yəni belə bir prokladkaya, dəmir prokladkaya $200 yaxın pul vermişik. Bunun səbəbi nədir? Bu nədir? Bu bizim M4-də downpipe-dan, yəni yuxarıda olan katalizatordan aşağı düşən downpipe, yəni aşağı düşən pipe'ın bizim Magnaflow səs sisteminə, exhaust sisteminə belə deyim, birləşmə yerində həmin bu prokladkalardan istifadə olunur və düşünürəm ki, bizdəkilər artıq öz vaxtını doldurub deyə, ona görə o dızıltı səsi də var, həm də həmin hissədən də biraz buraxır. Nəysə, çox detallı danışmayacağım, çünki artıq maşının üstünə qoyanda bunu yəqin ki, çəkib ətraflı video sizə paylaşacağım. Qoyasaq kənara, indi keçək Mazda'nın veşlərinə. Burada 2-1, 1-1 belə bir paketlərimiz var. Heç bir fikir versiniz, no name, adı falan heç nəyi yoxdur. Deməli, gəlin açaq görək nə var burada. Bu biri, bu ikisi. Bəli. IM firmasını tanıyanlar tanıyır. IM'in belə bir təzyiq
sensorunu almışam. Hansı ki bu təzyiq sensorundan bir dənə deyil. Gördüyünüz kimi 2 dənədir. Eyni şeydir. Biz bunun birini Mazda'da belə desəm benzin üçün, yanacaq üçün istifadə edəcəyik. Birini də yağın davleniyasını, yəni yağın təzyiqini ölçmək üçün istifadə edəcəyik. Bu indi Pərvizin zakazıdır. Pərviz dedi ki, bunları al gəl, yaxşı olacaq. Mən də Pərvizə inanıb bunları almışam. Ucuz deyil. Ona görə buradan da Pərvizə çoxlu salamlar ünvanlayıram ki, Pərviz inşallah yaxşı olar. Bir dənə də belə bir bağlamamız var. Bu nədir deyə soruşsanız, artıq bunlar hamısı Mazda'ya aiddir da, yəqin ki, o hissəni başa düşdünüz. Sən niyə? Aha. Bu isə bizim yenə də IM brendinin, IM yazsın məncə, görürsünüz. IM brendinin yanacaq regulyatoru deyirlər. Baxın, belə. Belə bir yanacaq regulyatoru, hansı ki, yenə Pərvizin zakazıdır bu da. Bəli, uşaqlar, sensorlarımızla bu qədər. İndi hamının beynində olan sual, fəxri, bu nədir? Yadınızdadırsa, bir öncəki Mazda garaj videomuzda qeyd etmişdim ki, avtomobilimizdə, yəni Mazda'da havalandırma fan sistemi bizə bəs eləməmişdi. Biz Priora'nın fanından istifadə elədik. Amma o da pis görünür deyə təzədən öz üstündə olanı taxdıq. Amma Pərviz dedi ki, yox qaqa, səndəki bu fan həqiqətən yaxşı deyil. Sən fan da almalısan. Ona görə də mənə fan da aldırdılar. Fan dediyim də ventilator. Onları da istəyirəm sizə göstərim. Spal firmasının, gözdə bunu qoyum yerə. Belə, Spal firmasının 2 dənə belə bir ventilatorunu da almışıq. Mazda'da istifadə edəcəyik. Həmişə internetdə görürdüm ki, Spal çox belə üstündə də yazıb da High Performance Electric Cooling Fans. Amma sizə də qeyd edeyim ki, birdən də fan falan alıb eləsəz, baxın ki, siz bu fanı harada istifadə edəcəksiniz. Çünki bir var üfürən, bir var sovuran. Bizə sovuran lazım idi. Biz də ona görə sovuran hansıdırsa ondan almışıq. İnşallah ki, bunları da Mazda'ya taxacağıq və bütün bu gördüklərinizi, indi bilməm nə qədərin bu videoda, nə qədərin hansı videoda, amma bu aldıqlarımızı yavaş-yavaş taxacağıq Mazda'ya. Görək nə olur. Nə çıxqış. Bəli, belə bir kiçik ölçüdə, amma belə görünməyinə baxmayın, çox belə sürətli üfürür, fırlanır, belə deyim. Mən düşünürəm ki, elə ölçü olaraq da bizdə Made in Italy, bilmirəm, səhvdir, düzdür nədir, amma üstündə də İtaliya yazdı, bilmirəm. Nəysə, mən Amerikadan almışam. Bundan da ikincisini açmıram. Bundan 2 dənə bu Mazda'da məncə yetərincə performans verməlidir. Məncə unboxing hissəsini artıq izlədiniz. Düzdür, çətin oldu tapmaq, gətirmək, çıxartmaq, amma maşına bunlar lazımdırsa və bununla həll olursa, biz onu gətirməyə məcbur idik. Düzdür, indi sağ ol qardaşım. Hal-hazırda əziyyətlə sürürəm maşını və ümumi istəyirəm Mazda haqqında hər dəfə məlumat verəcəm, yenə də məlumat verim ki, qardaş, 2020-ci ilin əvvəllərində biz bu avtomobili aldıq. Üzərində turbo kit var idi, hansı ki, yaxşı işlədə bilməmişdilər. Dedi ki, biz götürərik, işlədərik. Əlləşdiyi vuruşduq, bir dəfə motorda aldıq, motoru təzədən yığdıq və kovunun artıq bəzi detalları qoyduq motoru yığanda. Daha sonra apqatkasını bitirəndən sonra getdik Ankaraya. Bir ay Ankarada mən yaşadım, Mazdanı apardım orada ustaya, sıfırdan bütün turbo sistemini qoşdular. EcoMaster beyin qoyduq üzərinə. Amma günün sonu yenə də hüsran, Avtomobil hələ də tam istədiyim kimi stabil formada çalışmır və sürüş tərzimdən də məncə hiss edirsiniz ki, narahat gedir avtomobil. Yəni, mən mexanika sürə bilmirəm söhbəti deyil də, yəni bu maşının özündə qeyri-stabilliyi var deyə atıb tutur adamı. Sözüm onda yox və nəticə etibarilə mən bu avtomobildən küstüm demək olar. Hardasa 22-ci ilə kimi bu avtomobilə çoxlu pul qoyuldu, çoxlu əziyyət çəkildi, ora gedildi, bura gedildi, oxunuldu, araşdırıldı və yenə də bir nəticəyə gələ bilmədikcə məndə də bir xasiyyət var, nəsə alınmayanda qoyuram kənara ki, biraz başım açılsın, başqa işlərlə məşğul olum.
daha sonra qayıdarıq ki, hə, burada problem nə idi, davam eləyək. Elə davam eləyək hissəsindəyik. Yəni, sezon kimi götürsək, Mazda'nın bu ikinci və yaxud da üçüncü sezonudur ki, biz bunu yığıb tam istədiyimiz formaya çatdırmağa çalışırıq. Və ona görə də mən son belə də fikirləşdim, yenə qaldım belə. Son olaraq gəldim Pərvizin yanına, Pərviz ustanın yanına ki, Pərviz, bir dənə sür, baxaq, eləyək, görək, yəni sən də usta kimi gör, nə görə bilirsən. Pərviz də mənə dedi ki, elə fikirləşdiyin kimi düzgün işləmir, yəni düzgün deyil heç nə. Yəni benzin də buna görə çox yandırır. Maşın misal üçün tam performansını da heç göstərə bilmir. Yəni yalandan boğula-boğula, tutula-tutula sən bunu sürürsən. O da bizim istəmədiyimiz şeylərdir. Biz istəyirik ki, bu avtomobilin 0.8 barda tam performansını görə bilək. Nəysə, nə başınıza ağrıdım və Pərviz mənə dedi ki, bəzi detallar alınmalıdır. Misal üçün, benzin regulatoru dedi, 2 dənə də təzyiq, davleniya daçiki, hansı ki, biri yağ üçün, biri yanacaq üçün istifadə eləyəcəyik və bunların da EcoMaster beyinə qoşacağıq. Yəni, o daçiklər onun üçün lazımdır. 2 dənə də Spal'ın ventilatoruna sifariş verdik ki, bizdə ventilator, yəni soyutma sistemi ilə bağlı zaten problem yaşadığımızı, onun əvəzində Prioram ventilatoru qoyduğumuzu demişdim. Amma son videomuzda yenidən əvvələ qayıtdıq. Amma Pərviz dedi ki, yox da, yəni bu stok o deyil. Spal 2-dən al, həyat yaxşı olacaq. Heç nə, Spalı da almışam, qalan daçikləri də almışam. İndi gəlirəm Pərvizin yanına, bunlar ustanovka olunmalıdır üstünə. Daha sonra elektrikə getməlidir avtomobil, bütün bir dənə də provodka sistemi əldən keçirilsin. Bundan sonra da avtomobil təzədən proşifika olunmalıdır və ümidvaram bununla da mən artıq avtomobili hazır vəziyyətə salmış olacağam. Çünki belə iş deyil, yəni bu bizim istədiyimiz proyekt belə olmamalıdır. Bu normal işləməlidir. Fısıltı var, tısıltı var, turbo whistling var, amma performans yoxdur. Elə bir ki, səs var, görüntü yox. Fışıltı-mışıltı öz yerində, amma elə bil boşa fırlanır, necə deyim sizə. İçəridə də bir dənə Ugari var, anlatamam da yəni. Ona da təbii ki, baxacaq, görək. Ona nə inirik, nə tər eləyirik. Belə gedir, amma zəif gedir. Yəni, bu, mən eyni qazı basanda bu çox özündən çıxmalıydı, çox özündən çıxmır. Prosta daha sürətli gedir. Amma əslində qazı tam, belə deyim də, tam basa bilməməlisən belə yolda ki, oynayar birdən maşın. Görək, axırına çıxacam. Bunun qardaş, axırına çıxacam. Videomuza da zəhmət olmasa dəstək olun, bəyənin, paylaşın dostlarımızla. Oturun baxın da qardaş, bundan yaxşı kontent. Zor təriflədim, özü bilərsin yenə də, amma mən bunu çəkirəm, bunu göstərirəm. Nə yaşayıram, onu da göstərirəm. İzlədiyiniz üçün təşəkkürlər. Çatdıq biz də Pərvizin yanına. Uşaqlar, gəldim, çıxdım Pərvizin yanına. İndi Hikmətin qarajı kimi deyil də, ölkədə bütün qarajlar. Yəni, yerdə yağ falan olmağı normaldır. Yuxarıda Zikoil görürük. Federasiyanın bayrağı da orada. Bura çox qəribə qarışıq bir yerdir. Pərvizin qarajında birinci səfərdir bəlkə də video çəkirəm. Bəxtimə qaraj böyüyür. Qaraj böyüyürsə iş də böyüyür. Deməli, vəziyyət belədir. Çöldə yenə qırğın davadır. Bu servis standart bildiyimiz servisdir də, yəni servis belə olur. Yerdə nə bilim, hər şey görə bilərsiniz. Buranı da böyüdürlər. Bu da onun arxa hissəsi. Belə. İndi soruşa bilərsiniz Pərviz hanı, mən də bilmirəm. Gəlməlidir, gəlsin. Görək nə indirik, nətər eləyirik. Uşaqlar, bu Pərviz ustadır. Pərviz ustanı bütün videolarda telefonla görə bilərsiniz, normal haldır. Yenə də telefonla danışa-danışa bizim maşına baxır. Nəyə ləğv eləyəcəksən? Benzin regulatoru. Məndə var o. Var. Hansıdır o? Bu da bu zavodskoydu. Obratno klapanda öyle o. Adı obratkat da. Aha. Bunun damardan gelir. Yani buradan.
Roştucer qoyub. Regulyatora baxım. Bagajdadır gözlə. Pərviz bu orijinal sayılır indi. Belə gəlir bu qabıda. Ha, belə olur. Mən elə bildim nəsə geydirməli. Belə olur, belə olur. Belə olur. Düzdür. Zadı var da. Var. Yenə zəng. Benzin təzyiqi girir buradan. Tamam. Buradan girir. Bu ruqlyovkasıdır. Təzyiq Tamam. azaldıb çoxalınır. Bu da abratkadır. Buradan da qayıdıb gedir. Ha, o abratkanı ləğv edirik ki, bu abratka işini görəcək. Buradan girib buradan çıxacaqdır. Buradan da istədiyimiz təzyiq elədik. Aldığım datikdə bura bağlanacaq. Hə, təzyiq bura bəli, gələcək. bəli. Şu aydındır. Əslində qalsa manometr olur burada, mexaniki olanda, amma səndə çerez Beyin olacaq. Hə, beyin olacaq. Bunun motorxanada dayanan yer hara olacaq bə? Bunu baxacaq da bir yer tapılır. Bunu bəkə bura qoyaq. Səliqəli bir şey. Bax da Pərviz. Səliqəli, işimiz səliqəli olmalıdır. Buzu biraz aşağı da. Adam bu poligonunu burada Kapatır. belə biraz yüngül. O tros şeyin trosudur, Rusnoyun trosudur. Bunu bura qoyacaq. Ay sağ ol. Belə buradan bura gələcək. Ay sağ ol. Buradan da abratka gələcək elə bura. Ramoy belə içəri Ay sağ ol. gələcək. Hadi bu benzinin şlanqlarıdır. Qaldı elə yerində. Şu ideal. Yenə zəng, yenə zəng. Tişonlu idi, tişovlu idi, nə idi? Dartan deyirsən nədir? O? Bu həm topu az yeyir. Onda bu xodlananda ölməyəcək maşın. Ayrıdır. Hə? Balaca deyil. Qaban görsən necə ölçür? Gözlə də, gözlə. Özüdür. Heç nə, bir də o sovurandan olmalıdır da hesab kitabla görək. Prosta bunda fikir ver, bir dənə iştəkirə gəlir çıxır ikisi də. İkisini qoşdular birinədir, amma fərqi yoxdur. Hı? Hə, fərqi yoxdur. Bu amma bu çox sürətlidir. Həm də ki şey, həm səssizdir, həm sürətlidir. Bir şey də nəzərə al ki, mən bunda kondisioner də istəyirəm də. Olsun da. Yəni birin kondisionerə düşünürəm açığı. Lazım deyil elə. Ha, biri kondisioner qoşulan kimi işləsin. Mən sizə deyim ki, bunun bir dənəsi sənin üçün polnu bəsdir. Hətta. Bu yekədir, radiator, ona görə də. Olsun, olsun, problemi yoxdur. Bu spal çox qəşəngdir. Heç nə, görək də, effekt versin. Bizə bir dənə bura bağlanası lazımdır. Bir dənə bunun düzü lazımdır. Buralar remont olunur deyə. Hə, buralar remont olunur da sözdür. Uşaqlar bax, bayaq da qeyd elədiyim kimi artırma mövsümünə düşmüşəm. Ona görə yoxsa normalda Pərvizin sexi həmişə çox ideal olub, çox təmiz olub. Hə Pərviz, düzdür də. Tərtəmiz, yerdə uzan heç üstün batmır. Yəni görün, bu bir dənə üçlü çerini tapsaydım buna gedən. Ola bilər bu özü də ora getsin. Bax, iki cürə varımdır bu. Ay sağ ol. Bu hara getsin o göy? Göy promo getsin, o zavodskoy söksək ora yerinə. Hə, elə. Bax, beləsi də varımdır. Cürə variantlar da varımdır. O şey sənin bildiyin tərəfdir. Bunu, qaroçi, bu başını kəsir, buranın içini doldursun bunun. Bildim kim, harda, necə? Argon şıqda, babəkdə doludur. Missiya verirsən mənə. Deməli uşaqlar, Pərviz mənə yüklədi. Bu əyrinin düzündən bir dənə almalıyam. Bir də zaqluşqa üçün bu gördüyünüz əlimdə olan boltun bu hissəsini kəsib arqonlamaq lazımdır, doldurmaq lazımdır. Zaqluşqa kimi bu hissəsini istifadə edə bilək. Belə gedə-gedə nə edirik? Hal-hazırda ən zəhləm gedən işlərdən birini görürəm. Nəyi deyə soruşsanız, gözlərim səsim var. Yəqin ki səsim var, bilmirəm. İnşallah ki səsim var. Bunu burasını kəsib zaqluşqa eləmək lazımdır. Svarka, arqon svarka eləmək lazımdır. Suallar gəlir. Qaqaş, bu nəyə lazımdır? Niyə eləyirsən? Yox, alması iş deyil. Nə bilim, get tokara, nə bilim, neynə, nağar. Zəhləm gedir də bu, hamının özünü çox bilmiş kimi aparmağından. Heç nə. Gəlmişik traktor bazarına. Bu əyrin düzündən tapmalıyıq. Getdi. Bunu verin. Uşaqlar, traktor bazarı deyilən hissədəyəm. Heç nə. Ştoçeri aldıq almağına, amma bu arqon söhbəti qalıb elə də. Onu görüm neyinir. Onu görüm neyinirəm.
Ay belə, indi cümşüdü tapmalıyam. Arqon ustası cümşüd. Gedək görək nə olacaq. Az getdim, çox getdim. Orada arqon sözü görürəm. Gedək bir dənə xahişim odur ki, burada da mənə bəhanə eləməsinlər də. Ay bu əriyəcək, ay bu nə olacaq. Nəysə, bəd-bəd danışmayım, gedək. Jump on, get upset. Hey, look here, dude. Move. Gördüyünüz kimi yaxşı bir dənə əmi tapdım. Sağ olsun. İstədiyim kimi konkret kəsdi, doğradı. Arqonun elədi hər şey qaydasında. Amma əmi pul almadı məndən. Yəni xırdam yox idi. Böyük də verdim, dəfələrlə dedim götürmədi. Amma gözlə mən də reklamını eləyim də. Baneolitdə oradan gəlirsən, bu da maşın bazarının kuruğudur. O burada düz gedir Babəkə. Əmin yeri oradır. Arqon Svarka disk. Hətta bizim də əlimizdən bu gəlir, sağ olsun yenə də. Amma əminin də bizim Mazda proyektində duzu var söhbətdə. Çünki bunu zaqluşka elədi bu formada. İndi bu şeyi aldıq. Pərvizin bütün tapşırıqlarını boşum həll elədik. Gedək. Bütün işləri həll eləmişəm. Qaçıram Pərvizin yanına. Mikrofon olmayanda səsim bilmirəm necə gəlir, amma yəni bu dəqiqə mikrofonla əlləşə bilmirəm. Neynədin Pərviz? Zavod. Qəşəng. Bu getdi axıra kimi. Ora rezba. Qəşəng, qəşəng. Düzdür, indi sən öyrəşmədiyin rampalarda çıqqılı bir şeydir. Maşınımız boydadır da, neyini? Bir neçə saat keçdi. Benzin regulatoru demək olar ki, hazırdır və yerində oturub. Buradan gəldi bu tərəfə. Buradan da vakuumçularım qoşuldu. Pərviz usta dayanmır, bəlkə iş gedir. Görək də, Pərviz deyir ki, yaxşı olacaq. İnşallah. İndi də regulyatorun hissəsinə fikir versəz, Pərvizin əlindəki daçik bağlanacaq ki, beyinə biz xəbər verə bilək. Daçik də üstünə bağlandı. Şo, hələ ki belə. Nəstipleniyanın üstündə. Var. Göstərərəm. Yox, məndən əvvəl qoyublar. Maxavik zat dəyişib hamısı. Şeydir. Sportivlə. 3 kilodur nədir Maxavik? Nəzə fərq hiss eləməlisən ki, Pərviz, regulyatorla. Ola bilər. Dönüb eləmir. Bununla necə drift edirdin? Qoymuşduq da. Barındı. Saçlar. Kimya hikmət düzəltmişdi. Dönürdü Svarka ilə. Pişdi. Prosta razvazad yoxdur da, yəni. Bu da pis çıxır axı yolda. Öyrəşmək lazımdır. Səni. Bir dənə burasını düzəltməyib. O əsmək... Harda elədi ki? Daima elədi. Yolda. Bir dənə şlanq soxdu oradan, bura kimi, qulağına. Vurmağı, detonasiya, vəsə. Qalan özüm burada nəsə elədi. O vaxt bu belə eləyirdi. Eləmirdi, elə bil belə. Sonra nəsə oldu bil buna. Sürdü, gəldi, Pərviz belə nəticəyə gəlir ki, bir dənə sveçaları dəyişək. Öz sveçaları deyir, nəsə xoşuma gəlmədi. Sveçaları da biz Türkiyədə 22-ci ildə dəyişmişdik. İndi görək vəziyyət nə yerdədir. Xoş gəlmədi. Gül kimi sveçadır bu, nə? Belə qara olmalıdır öyle, hə? Sənə deyim, ucuz da almadım ha bunu o vaxt, yadıma yer. Bahalı şeylər paketdə olur bu qarajda. Nədir ki bu? SPS M40. Bu da qaradır da, Pərviz. Yox, bu vaxtı ikən işləyib. Vaxtı ikən işləyib. Deyirsən üstündən çıxandan daha yaxşıdır bu, yoxlamaq üçün. Davay. Onu buraxmaq istəmirəm bunu. Maqnit buradadır da.
Çəkmir, bunun dalı başqa. Nə bahalı həyatdır. Ha, peşdir. Sveçaları dəyişdi. İndi çıxırıq təzədən yoxlamağa. Bir şey də deyim ki, yoxlayırıq hələ. Görək nəsə fərq olur, olmur. Nəsə mən bir fərq hiss eləmədim. Ev daha çoxaldı. Problem daha çoxaldı. Mənə elə gəlir ki, kabin müştüyündəndir. Nədir əlindəki? Nədir bu belə? Bu bahalı şey oxşuyur. Yoxsa müştülərin ikisini dəyişirik, görək. Nəsə bir şey dəyişir yoxsa yox. O, muftan basanda eləyir, elə deyəm, deyirəm. Yo, həmən şeydir. Eyni şeydən. Bir də abed, axşam saat 8-də abed. Major da buradadır ya. Necə var? Abed, davam. Deməli millət, saat 12 işləyir. Biz Pərvizlə yenə çıxırıq testə. Bu dəfə təchizatımız biraz fərqlidir. Beynə də qoşulduq. Hal-hazırda 69 dərəcə, suyun temperaturu 43 dərəcə isə intake-in temperaturudur. Hansı ki, bizim maşında son 2-3 ildir deyəsən bu işləmirdi. Çünki beyni açdıq, intake-lə coolantın daçikləri, şunurları çıxıbmış sən demə. Tapdıq, onları yerinə yerləşdirdik. Necə yerləşmədi? Və bu da əsas səbəblərdən biridir, işləməmə səbəblərindən biridir. İndi gedirik. Pərvizlə görək intake. Yox. Yəni bunları qoşmaqla başım işləmir. Bunları qoşmaqla düzəlir vəziyyət yoxsa yox. Var ya. Yenə var ha xəstəlik. Yan bir dəqiqə. Ha, deməli 72 coolantdır, 49 da intake-dir. Bir dənə bilsən neynə? Bir dənə mən sürəndə elə əsəndə şeyə bax. Təpəyə isə. Bunu deyirsən? Ha. İşığı söndürürsən. Nə oldu buna? Qaz. Bir dənə mən sürəndə Gözüm qazdadır. 0. 7. ha sən o daçik işləyir. Təpəyə Ha, bax, bir dənə bax. Mən qaz verəcəm faktikə. 0. Daçik işləyir. Daçikdə kalibrasiya eləmək söhbəti. Yoxsa daçikin özünü dəyişmək söhbəti. Bursa tutur. Ha. Belə bir şey tapdıq ki, TPS sensor bu zaslonkanın neçə faiz açıldığını göstərir. Hal-hazırda ayırmışıq, 0 göstərir ona görə. Amma problem odur ki, indi Pərviz getdi, baba Pərviz getdi. Daçikin, ştekerin taxacaq. Və taxanda burada oyanma baş verməlidir bu TPS-də. Yox! Sürəndə bu 2%, 3%, bu zaslonkanın neçə faiz açıldığını göstərir. Bir moment olur ki, biz qazı bassaq da bu 0 göstərir. Ona görə də problem yaranır. Sənə deyim, belə də düzəməlli işləmir yəni taxandan sonra. Peki söndürək. Ha, 94'ü gördük qayıtdı. Ha, bir oldu, get belə də.
Bax, Allah qayığım qazdadır. Ayağın qazdadı amma 0 göstərir. Hə, o işləmir də. Aha, təpəsinin daçka. O işləmir. Fara. Aramızda var bir şey. Ola, bir an onun. Nə bilim. İşte baxarıq, qarajda baxarıq. Bax, Allah qayıq basmışam qazı. Qazı basmız amma 0-dır deyə getmir maşın. Bax. Çox basanda gedir. Hə, çox basanda məcbur eləməkdir o. Hə, problem odur, brat. Bax, qazı basmışam. Ha. Amma ölür. Hə. Bax, qazı basırsan 0 göstərir Hə, yenə. o da odur. Allah. Faktiki Allah. Basır, getmir. Zorluysan, qazı çox basırsan. Hətta o zorlamaq da getməmək deməkdir də. Mən bu dəqiqə fikirləşdiyim fara niyə bir açılmamağı da açığı. İlişib eləməyib vurdu nəyəsə. Yox. Yəni deyirsən 7%, 5%. Bu əslində 20, 30, 40 Yox, basını qalxmalı. saxlayıram da mən. 12% maşın. Elə bil çıxartdıq, taxdıq vapşə belə. Bax, neçə faizdir? 32. O faktiki sən dibləmisən. Hə.